Burada dayanacaqda reklam var. Avropa 2,49 euroya sürətli qatarla getmək kim istəyirsə əgər. Orada yazılıb Almanya, İspanya, Lüksemburg, sonra İtaliya var. Düzdür 49 euroda ama ucuza da tapmaq olur. Təyyarə ilə mənim bir tanışım var. 19 euroya təyyarə ilə almışdı o. Bonjour à tous, hamıya salamlar, hamını xoş gördük. Bugün yeni vlogla qarşınızdayım. Vloga keçməmişdən qabaq kanalıma abunə olmayan varsa hər kəsi abunə olmağa dəvət edirəm və təbii ki video xoşunuza gəldisə like düyməsini basın və komment də yaza bilərsiniz. Ən azından bir dənə smiley qoya bilərsiniz. Bu gündəlik vlog kimi bir şey olacaq. Burada bir mağazin var, adı Nozdur, ora gedirəm. Orada olan qiymətləri göstərəcəm sizə. Yəni paltar var, nə bilim, yemək addeli var, belə şeylərdə ucuzdur ora. Necə ki Bakıda nə bilim nə kimi deyim, Vasmoy kimi bir şeydir. Vasmoy bazarı zadı belə bir şey. Yəni qəpik-güpiyə çox şeylər satırlar orada. Həmin yer burada qabaqdadır. Orada qabaqda Noz adlı mağazin var. Nozda ora gedirik yoldaşımla. İndi orada da yəni göstərəcəm sizə nələr var, nələr yox, qiymətləri mümkün qədər, bacardığım qədər sizə göstərəcəm oraları. Yolu keçək biz. Bura maşın yoldur, döngədi, maşın da gəlir. Və biz də yolu keçdik. Qəşəng yerdir burada, belə palmalardır. Ümumiyyətlə bizim şəhərdə palmalar çoxdur. Orada da Kaş mağazini var. Abet indi bağlıdır. 3-4 dənə bu mağazindən var burada. 3 dənədir səhv eləmirəmsə. Bir dənə Kaş Ekspresdir. Burada işlənmiş hər şey satırlar, avadanlıq. İşlənmiş avadanlıq, yəni ki necə? Yəni kameradır, nə bilim, kofe aparatı, hər şeydə, televizor, maqnitofon, nə istəyirsən. Və həmçinin burada götürürlər. Nəsə istifadə eləmirsənsə gətirib müəyyən pulun müqabilində yəni götürürlər burada. Belə telefon da var, hər şey var. Təzə də olur olanda, amma ən çox işlənmişdi. Həmin mağazin buradır, Noz yazılıb orada. Maska taxdım, çünki mağazinə maskasız olmaz. Amma belə şəhərdə yəni problem deyil. Kim istəyir taxır, kim istəyir taxmaya bilər. Artıq elan olundu dövlət tərəfdən. Belə bir paltarlardır burada. Yəni elə brend mallar deyil, prosta gündəlik belə geyməyə ucuz paltarlardır. Yəni 5 euro, 10 euro, 2 euro, 3 euro belə yəni paltarlardır, şalvardır. Burada qarışıqdır. Jenski ilə kişi üçün, qadın üçün eyni qoyublar. Baxırlar kim hara gəldi qoyur da. Belə gəlinlik paltarı da var burada. Uşaq üçün paltarlar var. Bir qiymətlərinə baxaq. 2,99'a qiyməti uşaq üçün belə paltarlardır. Dərin görünür. Bunun qiymətinə baxaq. 1,99'a. Yəni burada ucuzdur hamısı. Bütün şeylər ucuzdur. Bilmirəm haradan gətirirlər, amma Türkiyənin malları da olur burada. Türk malları da olur. Görürsən yazır Türk malları. Böyle şalvarlar var. Oğlan üçün belə gündəlik. 4,99'a 4 euro 99 cent. Yəni qarışıqdır. Oğlan kişi kim hara gəldi salıb. Ucuz yerlərdir yəni. Böyle bir köynəklər var. Balacalar üçündür. Böyüklər üçün də var. Burada belə suvenirlər var. Qiyməti 2 euro 50 centli qiyməti. Qəşəng suvenirdir. Boynuzun qırıblar. Ya da qırılıb gətirəm. Burada belə dəvələr var. Qiymətləri yoxdur dəvə. Bəlkə altında ola bilər. Altındadır. 3,99 4 euro da deyək. Kaktus живойdur. 15 euro почти. Ama живой kimi deyilib ki, живой oxşayır. Yəni keçək
növbəti həm və belə polkalardır, qatışdırıblar, atıblar. Yəni gəlirsən burada belə axtarırsan, eşələnirsən. Bu Türkiyədə var ya, bit bazarı deyirlər. O yadıma düşür buranı görəndə. Düzdür, burada yəni hamısı təzədir mallar. Yəni işlənmiş zat deyil. Burası ucuz yerdir. Bilməm, Kitaydan gətirirlər, hardan gətirirlər. Ucuz yerdir. Amma hər şey var. Bilinmir nə harda yerləşir. Green screen üçün fikirləşdim, amma balacadır ölçüsü. Və burada da banka zat, mətbəx üçün bankalardır belə. Qiyməti 3.99-4 euro. Yəqin içində düyü, noxud, nə bilim, qreçka qoymaq üçün. Şəkili var da. Bu şəkili var. Makarondur, zat belə şeylər qoymağa içinə. Burada da rumkalar, stəkanlar. 6 eurodur dəsti. 5.99. Dəsti 6 eurodur bunların. 6 dənədir içində. 3 buradan, 3 o tərəfdən. Qab qaşıqlardır. Stəkanlar 1 eurodur. Belə bir stəkandır 1 euro. Amma buradan çox fransızlar çox gəlir alır buradan. Burada həmişə millət olur. Həm ucuzdur yəni, həm də hər şey tapmaq olur. 1.50-yə, 1.50. Burada da ki avadanlıqlar, avadanlıq nədir? Kraskadır bu deyəsən. Kraskadır rəngləmək. 8 euro. 7.99-a 8-də. Ən xoşlamadığım şeydir bunlardır. Bütün yəni ölkədə var, Azərbaycanda da var, hər yerdə də var. Quyruqları qoyurlar. Ya bunu 8 elə, ya 7 elə də. Burada da ayaqqabılardır, 50% endirim yazırlar. Belə ayaqqabılardır. Qiyməti 20 euro. Qiyməti 20 euro belə bir ayaqqabılardır. Düz indi kim də alan yaydır, amma burada bir dənə qəşəng ayaqqabı yeri var, böyük. Böyük ayaqqabı yeri var, brend, yəni Puma, Nike, Adidas, hər şey var da. Orada tez-tez, yəni ayda bir dəfə, 2 dəfə endirimlər olur. Qəşəng də babat endirim olur. 100 manatlığını alırsan, nə bilim, 26 manata, yəni 26 euro, 30 euro, 25 euro baxır da 70% endirimlə. Bugün bekarçılıq idi. Dedim gündəlik vlog kimi çəkim, çıxdım mağazinə. Buraları da göstərim sizə. Qiymətləri və nə var, nə yox. Böyük bir yerdir. Yəqin görünür arxamda. Böyük bir yerdir. Onu da deyim ki, mağazində maska taxmaq şərtdir, amma çöldə yəni şərt deyil. Bir də avtobuslarda. Yəni taxmalısan. Ona görə də mağazində maska ilə gəzirəm. Burada belə qulaqlıq var. Naushnik, qulaqlıq deyirlər yəqin Azərbaycan dilində. 14.99-dur qiyməti. Və belə açırlar. Onu da deyim ki, burada başqa millətlər, Bulqar və bəzi millətlər var ki, götürüb gedirlər, atırlar sumkaya gedirlər. Çünki bu siqnal vurmur da keçəndə, karobka ilə keçəndə siqnal vurur. Burada belə bir oturacaq var. 27 euro 29 sentə, əvvəl 38.99 aydı. İndi düşüb qiymətləri bir dənəsi. Mən bir şey də vurğulayım, mən qiymətləri səhv də deyə bilərəm, çünki mən disleksiya xəstəliyi var. Yəni rəqəmləri səhv görüb deyə bilərəm. Ona görə də elə şeyə fikir verməyin. Əsas odur ki, qiymətləri göstərirəm. Burada belə zaşitalar var. Telefon üçün qoruyucular, yəni. Nədir? Motorola var indi, yəni Motorola. Motorola bilməm hansı nədirsə. Yəni axtarırsan da xırda-xuruş şeylər çoxdur. Kabra var, açıb tullayıblar. iPhone 11-indir. Balaca, mini 11-lərindir. Bu iPhone 6-nın olacaq. Burada Türkün malı var. Baxın, Türkiyə yazılıb. Defnə və burada dərin pəncərə. Türk malıdır. Yəni burada belə şeylər olur Türkün. Bu qazandır belə.
Belə qazanlardır. Yəni burada belə oyuncaq belə boş-boş şeylər. Mənasız boş-boş şeylər. Görək qabaqda nə var? Bu nədir belə? Kafeldir, nədir bilmirəm. Niyə belə? 50 sentə. Yəqin belə bəzək kimi vurmaq balıqdır üstündə. Yoxsa bürclərdir bunlar, hə, bürclərdir. Boş-boş şeylər. Bu maşın üçündür. Maşınlara zaryadka. Bax, yenə açıblar, qoyurlar belə cibə gedirlər. Heç kim bilmir. Belə bir şey tapdım, bu mağazına aiddir. Yəqin nəsə yoxlamağa eləməyə noz yazılıb üstündə. Qatlarından çıxıb, orada polkada qalmışdı. Şimdi özlərinə verəcəm bunu. Bu da kabab üçündür. Qoyma, balaca, nə bilim, sasiskalar. Sasiska üçündür. Fırladırsa mangal. Yəni hər şey var. Hər yerdə hər şey tapa bilərsən. Aralarında belə şey də çıxabilir. Sumkalardır, bazar üçün belə. Qiyməti də ki 10 euro, 9.99 böyükdür. Bilməm, kameradan görünür, rahat, böyük bir şeydir. Burada belə çaxırlar var. Çaxırdır bu, amma qırmızı çaxır deyil. Bilməm, ağ çaxırdır. Qiyməti yox, o deyil qiyməti. Qiyməti buradadır. 2.49'a, 2 euro 49'a. Ümumiyyətlə Bakıda bir dənə çaxır var idi. O çaxırın qiyməti burada 1.60, 1 euro 60 centdir. Bakıda onu 30 euro, 35 euroya görmüşəm. Bir mağazin vardı, adı yadından çıxıb. Bizim market, bizim marketdə onun qiyməti 30-35 euroydu. Halbuki o həmin çaxırın qiyməti burada 1 euro 60'a da olur, 1 euro 50'ye de olur. Bu da 1.80'dadır bu da. Belə bir şey, içki. Rozovый şarap gedirir. Rozovый şarabı, İspaniyanın. Yoldaşım baxdı, İspaniyanındır. Rozovый şarab. Qiyməti, bunun qiyməti haradadır? Qiymətləri var burada. Bu da 2.19. Həmçində onu vurğulayım ki, bu çaxır balacalar üçündür. Yəni tərkibində spirt yoxdur bu çaxırın. Yəni uşaqlar üçündür, spirt olmayan tərkibində. Belə bir dondurma aldıq. Kinder. Balaca xudmani. Birini yedim, bu ikincisidir. Yəni çox dadlıdır. Dadına baxım yenə də. Belə bir şeydir. Amma yaxşıdır. İçində də şokolad var. Üzü də şokoladdır. İçində də uzun şokolad var, dondurma. Bugünkü vlogda bura qədər. Çox mağazində qalmadım. Çünki hər şey hər yerdə var, qarışıqdır. Bura ancaq vaxt öldürmək üçün. Bir də gələ axtarasan bir ki, nə harda var. Yəni ona görə heç nə də almadım. Dondurma aldıq bir dənə, çıxdıq. Gedirik indi evə. Oldu, özünüzə yaxşı baxın. Növbəti vlogda görüşənə qədər və həmçindəki Taksi Baku Orxan qardaşımızla yeni və çox maraqlı vlog olacaq. Taksilərlə bağlı Azərbaycan və Fransa. Vlog hazırdır, sadəcə olaraq montajı gedir. Bir daha kanala hamınızı dəvət edirəm, abunə olun, dəstək olun və həmçindəki vlog xoşunuza gəldisə like düyməsini basın və abunə olanda orada zınqrov var, kolokol kimi. Onu da basın ki, hər vlog qoyanda sizə məlumat gəlsin ki, Emil Ağayev kanalında yeni vlog var. Hələlik görüşərik yeni vlogda. Sağ olun.